Gününüz aydın olsun Azərbaycan xalqı. Demək, Amil Xəlil, sevimli, gözəl qardaş, yəni ki, dəyərli qardaş, qeyrətli Azərbaycan oğlu çıxıb efirdə demiş ki, əziz valideynlər, qızlarınızı, tələbə qızlarınıza müğayət olun. Yəni ki, burada müəyyən bir proseslər baş verir. O üstü örtülü demişdi, mədəni surətdə də. Yəni söz yiyəsi sözünü götürdü. Təbii ki, Amil qardaş onu ümumi şamil eləmir. Təbii ki, o qədər qeyrətli qızlarımız var, tələbə qızlarımız var, atasının, anasının əziyyətini itirməyən, qeyrətini qoruyan, öz qeyrətini qoruyan gözəl balalar var. Hansı ki, ancaq məqsədi burada universitet oxuyub dövlətinə, xalqına yararlı bir şəxs olmağı, gələcəkdə ailə quranda başı uca olub ali təhsil almış bir qız kimi ailə həyatı qurmağı. Yəni bu müsbətləri düşünən o qədər qızlarımız var. Allah onlara tərbiyə verən valideynlərin canını sağ eləsin. Allah o balaları qorusun. Təbii ki, mən də ümumi şamil eləmirəm, deyəcəklərim var. Mənim sözüm o Amil Xəlil kimləri ünvanlayıb, onları ünvanlayıram. Və buradan da millət vəkili Fazil Mustafaya müstəqil ölkən vətəndaş kimi dərin minnətdarlığımı bildirirəm. Var olasınız Fazil müəllim ki, siz bu Amil Xəlil kimi qardaşa dəstək olmusunuz və onu müdafiə edirsiniz ki, Amil Xəlilin Space kanalından uzaqlaşdırılmasın və bunun verilişi bağlanmasın. Amil Xəlil yeri gəlmişkən qeyrətli qardaşdır. Onu da buradan salamlayıram. Ümumiyyətlə bu mediada belə insanlara Amil kimi, Səidə Bəkir qızı kimi xanımlarımızı, yəni efirdən uzaqlaşdırılmaq, onlara mane olmaq, bilmirəm bunların məqsədi nədir. Məqsədi məlum məsələdir ki, indi güya ki bunlar öz aləmlərində, dövlətdə, ölkədə hansısa bir ajotaj, hansısa bir panikanın yaranmamağı üçün eləyir də. İndi güya ki müdafiə edir. Və yaxşı, ay bu Amilə mane olanlar nədir? Amil Xəlil səhv deyir. Nəyi səhv deyir? Sizin göstəriciniz. Yaxşı, Amil Xəlilin dediyi budur. Amil Xəlil valideynlərə səslənir. Deyir ki, yəni ki, qızlarınıza nəzarət edir. Bu sadəcə müraciətdir. Və yaxşı, sizin elədikləriniz nədir? Şoularda hansı ki, müğənni adına layiq olmayan insanları, hansı ki, kafe publarda cəhcəh vuran bülbüllərimizi gətirib efirdə lütləndirib çıxardan o aparıcılara niyə bir şey demirsiniz? Hə? Şou yaradan aparıcılara niyə bir şey demirsiniz? Onlar zövq alırlar, həmin o lütləndirib müğənnilərə, müğənni adı peçatını vuranlar elə. Baba onlara niyə demirsiniz bir şey? Yəni sağ olsun, məsəl üçün Tarix qardaş, Tolik qardaş məsəl üçün sözün düzünü deyir, Amil qardaş, məsəl üçün var, yaxşı aparıcılarımız var, qeyrətli qardaşlar var ki, hansı ki, xalqını, dövlətini müdafiə edir. Mən buradan sizə səslənirəm, media. Siz öz aləminizdə güya ki, dövlətə xidmət edirsiniz, amma onu unutmayın. Mən sizə bir dənə onu deyirəm ki, dövlətinə xidmət xalqını sevməkdir. Xalqına xidmət dövlətini sevməkdir. Yəni bu ikisi bir arada olmalıdır. Yoxsa sən hansısa bir düzgün söz danışan, düzünü deyən aparıcıya dəstək olub milləti o bəladan xilas eləməkdənsə, əksinə ona mane olursan ki, elə şeyləri işıqlandırma. Niyə işıqlandırmasın ki? Mən buradan işıqlandırıram. Mən gördüklərimi deyirəm. Mən hər axşam işdən evə gec gəlirəm. Çöldə gəzən o 18-19 yaşında qızlar maşında aşağı yuxarı kimdir? Tələbələr deyil. Tələbələr deyil. Məhəlləmizdə keçilib 3 günün qabağın söhbətini deyirəm. Mən reallığı deyirəm. 3 gün qabaq tələbə qız, tanıyıram 3 dənə qız bir evdə qalırlar. O tələbə qız düşdü aşağıda, telefonla danışa-danışa bir ağ atlı oğlanı gözləyirdi və ağ atlı oğlan da ağ Range Rover-indən gəldi. Məhəlləyə sağa dön, sola dön, ünvanı başa salırdı. Bunlar kimdir? Bu tələbələr deyil. Bir dəfə bir kişi mənə dedi ki, və evimi gör kiraya verə bilirsənsə ver. Bundan soruşdum ki, ay tələbələrə verirsiniz, dedi oğlandısa vermirəm, qızdısa ver. Deyirəm niyə oğlana verməyək? Oğlana nə olub ki? Deyir oğlanlar qız gətirir. Dedim dayı sən yatmısan fil qulağında. İndi qızlar oğlan gətirir evə. Tələbə qızlar oğlan gətirir evə. Mən and olsun Allah'a şahid olmuşam. Mənim bir oğlan danışdı dedi ki, bir qızla, tələbə qızla bir evdə oturub içki içiblər. Leypey yeyib içib şenlənirlər. O insan and içir ki, deyir qızın atası zəng elər ki, neynirsən qızım? Deyir heç ata semestr qabağıdır, yorğunam, yatıram, danışarıq da sabah. Onunla da atasına ad boy verib, ata yazıq da kətdə qapıda becərir, əkir becərir ki, qızımı oxuduram. Və bunlar da səhərə qədər bir yerdə leypey, kef damaq. Yəni bu tələbə deyil, ay o amilə mane olanlar, ay bunu amili qınayanlar. Tələbə deyil bunlar. Yəni yenə deyirəm, ümumi şamil eləmirəm. İraq yaxşı balalardan, hansı ki, yenə deyirəm. O insanlar qeyrəti ilə, namusu ilə təhsil alır. Və həmin o qızlar, hansı ki o Range Rover-də gözləyən, bayaq misal çəkdiyim qızlar var ha. Bax, həmin o qızlardır. Hansı ki sabah gedirlər, olurlar həkim, əlində xəstəsi ölür. Həmin o qızlardır, gedir olur müəllimə. Uşaqlar tupoy böyüyür, təhsil verə bilmir. Həmin o qızlardır. Çünki onların təhsil almaq marağı deyil. Bir dəfə balı yığıb, neyniyib, nə cür saxlı bu olub tələbə. Və bunun məqsədi də başqa məqsəddir. Elə bir hoqqalardan çıxırlar ki, yəni onu belə yatsaz yuxunuza gələsi deyil. Yəni tələbə qızların bəzilərinin çıxdığı hoqqaları bunu Azərbaycan xalqı yaxşı bilir. Amili qınamağı, amili nə bilim hansısa bir amilə təzyiqlər, amilə nəsə bir irad bildirmək, bu sadəcə xalqını sevməməkdir. Bir insanın xalqın bir qüsurunu deyərsən ki, bu xalqın bu qüsuru var. Müəyyən bir insanların bu qüsuru var. Qüsuru demək nəyə qəbahətdir ki? Mən də bütün platformalarda qüsurları deyirəm. Baxmayaq ki, mən özüm də ideal deyiləm. Mənim də hansı səhvlərim var. Sadəcə mən onu işıqlandırıram ki, ay hörmətli dövlət qurumları, ay filan kəslər, ay müvafiq qurumlar bu məsələlərə köməklik edin. Biz xalqımızı, dövlətimizi sevirik.
Yəni bunları işıqlandırmaq lazımdır. İşıqlandırmaq nəyə pisdir ki? Ölkə başçımız cənab prezidentimiz təkdir. Biz ona dəstək olmalıyıq. Biz bu daxili prosesləri özümüz bərpa eləməliyik. Özümüz bir-birimizə dəstək ola, yəni dövlətçiliyimizi, milliliyimizi qorumalıyıq. Bir xalqın milliliyi itirsə, o xalqdan səhər hansısa bir dövlətinə dəstək olan bir şəxs çıxası deyil. O xalqdan sabah dövlətini müdafiə eləyəcək bir şəxs çıxası deyil. Yəni bunu özünüz də yaxşı bilirsiniz. Ona görə də bu qüsurları aradan qaldırmaq lazımdır, işıqlandırmaq lazımdır ki, müəyyən bir qurumlar tədbir görsün, bu aradan qaldırılsın. Və buradan da hörmətli Fazil müəllimə səslənirəm, millət vəkilinə. Mənim şəxsən o insana böyük hörmətim var. Milli Məclisdə bir məsələ müzakirə olunsun. Hansı məsələ? Hansı ki, bu cür detallarla tələbələrimizin kompakt bir yerdə yaşayacağı, qızların məsəl üçün o vaxt Musa Nağıyev, Allah rəhmət eləsin, bina tikmişdi, qızların sığınacaq da belə deyək tələbələr üçün. Belə bir hansısa bir məkana, hansısa bir bina deyək, nəsə bir tikilsin və orada qızlar tələbələr yaşasınlar və müəyyən az bir kirayə haqqı ödəmək şərti ilə az bir. Hansı ki, bu gün məsəl üçün hansı bir tələbə gedir 300 manata, 400 manata qalır. Orada bir 150 manata, məsəl üçün 200 manata tələbələr üçün şərait yaradılsın və orada da tələbə kartı qeydiyyatdan olsun. Girdi filan saatda. Məsəl üçün saat 6-dan o tərəfə tələbə bu binaya daxil olmasın. Daxil olan vaxtda əgər gecikirsə xəbərdarlıq olunmalıdır. Və yaxud da müəyyən bir şərtlər altında orada həmin o məsuliyyətli şəxs, o binanın rəhbəri ora nəzarət edən bilinməlidir ki, bu qız nə vaxt gəldi, bu qız nə vaxt çıxdı. Gəldisə orada da qalmalıdır. Müəyyən bir şərtlər altında çıxa bilər təbii ki. Yəni katırqa deyil və yaxud da hansısa bir düşərgə deyil. Yəni bildiniz nədən söhbət gedir. Yəni bu cür məsələləri, yəni ki, bərpa eləmək lazım ki, bu cür problemlər yaşanmasın. Xalqımızı qoruyaq, dövlətimizi sevək, balalarımızı qoruyaq. Bakı insanların kompakt yaşadığı bir şəhərdir. Burada hər bir hadisə baş verə bilər. Ona görə də qızlarımızı qoruyaq. Yəni bu qızlar haqqında bunları danışmaqda tələbə oğlanlarımızı yəni müdafiə edib və yaxud da onları yuxarı qaldırmaq deyil. Vicdansız hər yerdə vicdansızdır. Vicdansız oğlanlarımız var ki, hansısa yaxşı qızı da yoldan çıxarda bilir. Ancaq yaxşı qızlar da var ki, həmin o vicdansız oğlanlara şərait yaratmır ki, onlar bir addım yaxın gəlsin. Ən başda düşünür öz qeyrətini və atasını, anasını, qardaşını. Allah xalqımızı, dövlətimizi qorusun. Allah Amil qardaş kimi və Fazil Mustafa kimi xalqını sevən insanları, mediada olan dövlət məmurlarımızı yəni qorusun. Var olun Azərbaycan xalqı.